Bu gördüğümüz yol rayon mərkəzindən Şarafa ərazisindən keçərək bir neçə kəndi birləşdirir. İşıqlandırılması üçün Şarafa ərazisindən keçən hissəsinə gözəl bir layihə hazırlanır. Artıq layihə öz əksini tapıb, işlər davam edir. Bu layihənin təşəbbüskarları öz gücü ilə, öz vəsaiti hesabına Qəhrəman İsmailov adına Şarafa kənd orta məktəbinin 2005-ci, 2006-cı il məzunları tərəfindəndir. Artıq layihə üzrə işlər Şarafa kənd ərazi nümayəndəliyinin təşkilatçılığı ilə Rəşad müəllim başda olmaqla Rəşad müəllim hal-hazırda öz xeyir duasını verəcək. Allah kəndimizin, elimizin, babamızın xeyrin versin. Sağ ol. Mən dedim onu, müəllim deyir orada. Artıq gördüyümüz kimi işıq dirəkləri də hazırdır. Ətrafı kol və ağaclardan təmizlənib. Yolun ərazidən keçən hissəsi hardasa 2570 metrəyə çatır. Bu ərazi işıqlanacaq. Dirəklər hal-hazırda yol kənarına qoyulur. Sağ ol. Sağ olsunlar, zəhmət çəkirlər. Allah candan salamat eləsin. Allah halal olsun. İşıqlarımız da hazır. Saz götürün dastan yazın hüsnüne, saz götürün dastan yazın hüsnüne, bahar günlərindən təzəkən. Çox mübarək. Allah xeyir versin.